insan təyin etməlidir ki, mən diqqətimi nəyə yönəltməliyəm? Dərhal hiss elədin ki, qarşı tərəfdə dinləmək, öyrənmək, başa düşmək mədəniyyəti yoxdur. Dərhal hiss elədin ki, ona mənasızdır yola getmək, onunla mənasız danışmaq, bundan qaçmaq lazımdır. Amma mənim bir qeydim, burada xüsusi qeydim bundan bağlıdır ki, bu məsələni də ilahiləşdirmək mümkündür, dostlar. Məsələləri ilahiləşdirmək həddindən artıq vacib bir şeydir. Düşünün ki, özünüz üçün bir şey istəyirsiniz Allahdan. Məsələn, sağlamlıq istəyirsiniz. Bunu iki cür istəmək olar. Məsələn, özünüzə qulluq eləmək istəyirsiniz. Özünüzə vaxt ayırmaq istəyirsiniz. Bunu iki cür etmək mümkündür. Bir cür budur ki, deyirsən ki, özünü düşün. Mən özümü də düşünməliyəm də, mən də insanam. Nə olub, niyə mən özümü düşün? Başqaları düşünmək, düşün. Mən deyirəm ki, dostlar, müasir psixologiyada bəzi şeylər deyirlər, haqlıdırlar zahirən. Doğru qurmurlar cümlələri. Qaynağı doğru deyil. Bəli, insan özünü düşünməlidir. Əlbəttə ki, insan özünü düşünməlidir. Amma o niyyətlə yox ki, sən də insansan, bəsdir başqalarına vaxt ayırdın, özünü xərclədin, nə bilim filan, yox, bu kafa ilə yox. Ona görə özümü düşünməliyəm ki, mən insanların xidmətində dura bilim. Ailəmin, əzizlərimin, mən onların qulluğunda uzun müddət dayana bilmək üçün mənim mükəlləfiyyətim, mən həyatda olmalıyam.